Ekran oxuyucular nədir? Görmə məhdudiyyətli insanların smartfon və kompüterlərdən necə istifadə etdiyini heç düşünmüsünüzmü? Çoxları elə bilir ki, onlar bu texnologiyalardan istifadə edə bilmirlər. Halbuki, müasir cihazlarda xüsusi ekran oxuyucu proqramlar mövcuddur. Bu proqramlara iPhone telefonlarında VoiceOver, Android cihazlarında isə TalkBack sistemlərini misal gətirmək olar. Ekran oxuyucuların prinsipi çox sadədir. Ekrandakı mətn, düymələr və hərəkətlər səsli şəkildə oxunur, istifadəçi barmağını ekranda hərəkət etdirəndə telefon həmin elementin adını səsləndirir. Klaviaturada xüsusi səsləndirmə ilə işləyir. Hər hərf üzərinə toxunduqda cihaz onu oxuyur, təsdiqdən sonra isə mətnə əlavə olunur. Kompüterlarda da oxşar sistemlər mövcuddur. Bu texnologiyalar sayəsində görmə məhdudiyyətli insanlar təhsil ala bilir, işləyə bilir, müstəqil hərəkət edə bilir, onlayn xidmətlərdən istifadə edə bilirlər. Unutmayaq ki, əlçatan texnologiya bərabərlik deməkdir və bu, hər bir insanın müstəqil yaşamaq hüququnu gücləndirir. İnklüziv cəmiyyət naminə birlikdə çalışaq.